Əgər sən də işləməkdən və dünyadan yorulmusansa, İlahiyyatçı Rüfət Qarayevin İncilər, Elmin Qapısı və Mənəvi Səyahət kitabını elə indi İsra Nəşriyyatdan sifariş et. İstədiyin ünvana çatdırılsın. İki eyni tipli sual var. Möminə xanımın, bir də İsmail bəyin suallarıdır. Ölülərin niyə bizim duamıza ehtiyacı var? Digər sual isə, Quran dirilər üçündürsə, əgər niyə biz öləndə üzərimizdə Quran oxunur? Ölülərin nə üçün bizim duamıza ehtiyac olduğunu biz ancaq gərək öləkcə anlayaq. Yəni, anlamasaq bilmərik ki, ölülərin niyə duaya ehtiyacı var. Baxın, insan bir ömür yaşayır. Yaşayandan sonra əməl dəftərləri bağlanır. Artıq bitdi. Əməl dəftəri demişkən, Həzrət Əleyhisselam buyurur ki, insan can verəndə gözünün qarşısında üç şey canlanar. Bunlardan biri onun varı, dövlətidir. Canlanar, insan deyər ki, bəs mənim son anımdır da, mənim üçün nə verə bilərsiniz? Var dövləti deyər ki, götürsən bir kəfən verə bilərəm. Yəni, sənə bundan artıq bir şey verə bilmərəm. Sonra ailəsi, övladları, dostları canlanar. Deyər ki, bəs siz mənim üçün nə edərsiniz? Onlar da deyər ki, biz vəfa borcu olaraq, yəni sən yer üzündə qalmayasan, iylənməyəsən, insanlar narahat olmasın sənin ta artıq bu halındakı meyit vəziyyətindən, səni bastıra bilərik, torpağın altına bastıra bilərik. Kim olursa olsun, nə qədər çox istəyirsə istəsin, heç kəs o əhrət daşının altına girmədi. Heç kəs orada mənim də üstümə torpaq tökün demədi. Və əməlləri gözünün qarşısında canlanar. Əməlləri gözünün qarşısında canlananda həmin vaxtı əməllərinə deyər ki, bəs siz mənim üçün nə verəsiniz? Onlar da deyər ki, biz səninlə bir yerdə məzara girəcəyik və qiyamətə qədər səninlə birlikdə olacaq. Və insanın ölüm anında gözünün qarşısında canlanan məsələlərdir bunlar. İkinci sual necə idi? İkinci sual, biz Quran dirilər üçündürsə, niyə biz öləndə üzərimizdə Quran oxunur? Ölünün duaya ehtiyacı insan dünyasını dəyişdi, köçdü dünyaya, haqq aləmə. Sədiqə-i cariyə deyilən bir şey var. Üç dəstə var ki, onların əməl dəftərləri bağlanmaz. Biri məscid tikdirib, yol çəkdirib, Allah üçün xeyir işlər görüb. Nə qədər ki, qiyamətə qədər insanlar onlardan istifadə edəcək, onun əməlinə savab yazılacaq. Amma dünyadan köçüb gedib. Bir, alimdir, gözəl əsərləri var. Ümidvarıq ki, biz özümüzə alimlik iddiasında deyilik, amma biz dünyadan köçüb getsək, bu kitablar hardasa insanların əlinə keçəcəksə, rəflərində olacaqsa, ümidvarıq ki, qiyamətə qədər Allah bərəkət verər, ixlas və səmimiyyətimizə görə o rəflərdə qalar, oxuyar, təsirlənər, Allahı tanıyar və məzarda olsaq da Allah bizim əməl dəftərimizə savab yazar. 3. Gözəl övlad yetişdiribsən, yetişdirdiyin övlad yer üzündə Allah üçün, din üçün xidmət edirsə, İslam üçün xidmət edirsə, sənin məzarda olduğun halda əməl dəftərinə savab yazılmış olar. Və insan orada edənlər də peşman olacaq, etməyənlər də peşman olacaq. Edənlər peşman olacaq ki, nə üçün çox etmədim? Etməyənlər peşman olacaq ki, nə üçün etmədim? Və o möhtac anında bəzən bir salavata ehtiyacımız olacaq ki, Peyğəmbərimizə salavat göndərək, salam göndərək ki, bunu Quran buyurur. Və o göndərdiyimiz salavatdan hasil olan bir savab var. O savaba bizim atamız dünyadan köçübsə atamızın ehtiyacı var. Babamız dünyadan köçübsə babamızın ehtiyacı var. Bir Fatihəyə ehtiyacı var. Bir Fatihəyə onlar möhtacdır. Gəlirik, Quran dirilər üçündürmü? Əlbəttə ki, Quran dirilər üçündür. Yəni, Qur'anı Allah insanı ihya etmək üçün, insanı inşa etmək üçün göndərib. Amma insan Qur'andan qəflət içərisində yaşayır, Qur'andan xəbərsiz yaşayır. Sonra da kənardan baxıb deyir ki, Qur'an dirilər üçündür, ölüyə heç bir xeyri yoxdur. Əgər Qur'andan xəbəri olsa, bu söz deməz ki, Qur'an axirətdən bəhs edir, Qur'an cənnətdən bəhs edir, Qur'an cəhənnəmdən bəhs edir. Və biz oxuduğumuz Qur'an vasitəsilə savab əldə etmiş oluruq. Savab nədir ümumiyyətlə? Nə qədər bizim savabdan xəbərimiz var? Yaxşı, günah nədir? Günahdan nə qədər xəbərimiz var? İnternetdən xəbərimiz var. Baxın, internetdir məni sizə göstərən. Kamera qoyulub, çəkilib, internet olmasa xət kəsildi, səs kəsilsə oradan yazarsınız, səs yoxdur, görüntü yoxdur.
Bəs interneti biz gözümüzlə görə bilirik, görə bilmirik. Görmədiyimiz bir şeyə niyə inanırıq? Çünki biz maddiyik. Maddi olduğumuz üçün maddi qarşımızda eşitdiyimiz səs, canlanan görüntü ionosfer qatını belə bizə unutdurur. Amma ionosfer qatı olmasa, bu səs, dalğa gedib həmin qata çatıb, sonra bizim gəlib telefonumuz vasitəsilə canlanmasa biz bu şeyləri müşahidə edə bilmərik. Ümumiyyətlə, dünyada bugün texnologiya, internet, bütün page hamısı ionosfer qatı ilə nizamlanır. Allahın yaratdığı o göyün 7 qatından bir qatdır. Bəs internetə bu qədər inanırıqsa, buradan oturub Amerikadakı insanla görüntülü danışırıqsa, biz Allahın kitabına, Peyğəmbərimizin buyurduğu kəlamlara bir müsəlman olaraq niyə biganə yanaşaq ki? Quran oxuduq, Quran oxuyanda bir savab hasil olar. Sahabələrdən eləsi olub ki, gəlib Allah Rəsuluna deyib, ey Allahın Rəsulu, Quran oxuyurdum, atım qeyri-adi hala gəlirdi, səslər çıxarırdı. Dayanırdı, oxuyurdum, başlayırdı. Allah Rəsulü buyurur, sən oxuyanda, Quran oxuyanda sənin evinə mələklər enirdi. Əgər sən elə sübh açılana qədər o cür davam etmiş olsaydın, insanlar da o hadisəni, o görüntünü müşahidə eləyərdilər, seyr eləyərdilər. Əslində, Quran oxuyanda bizim Quran oxuduğumuz yerə mələklər gələr. Nəinki Quran oxuyanda ayda biz söhbət eləyərik. Bir neçə mömin bir araya yığılar, Allahın adını zikr eləyər, Allah adına söhbət eləyər. Onlar durub gedərlər. Heç özləri də o qədər işin mahiyyətinə varmazlar. Amma bir dəstə mələk gələr, o yeri ziyarət eləyər ki, burada möminlər, Allahın bəndələri oturub Allahı zikr eləyib, söhbət eləyib. Onlar mələkut aləminə gedəndə mələklər onların üzərindən fərqli bir ətir gəldiyini hiss eləyərlər ki, sizin üzərinizdən fərqli bir ətir gəlir. Bu ətiri hardan alıbsınız, harda vurubsunuz bu ətiri? Onlar da deyər ki, biz möminlərin oturduğu yeri getdik, ziyarət elədik və onların ətiridir. Mələklər dəstə-dəstə gələr, həmin yeri ziyarət eləyərlər. Və biz Quran oxuduğumuz zaman, Quran öyrənməyə getdiyimiz zaman Allah Rəsulü buyurur, sizin ən xeyriniz Quranı öyrənən və öyrədənlərinizdir. Mələklər o Quran tələbəsinin ayağının altına qanatlarını sələr ki, sən o qədər mübarəksən, o qədər müqəddəs bir işin arxasında gedirsən ki, ayağını yerə qoyma, ayağını mənim qanatlarımın üzərinə qoy. İndi həmin o Qurandır ki, biz oxuyuruq, Quranın döyünən ürəyi Allah Rəsulü buyurur ki, Yasin surəsidir, ölülərinizdə Yasin oxuyun və ölülərinizi oxuya-oxuya özünüz də əgər insan iman sahibi deyilsə, canlı ölüdür. Oxuyun, Yasin surəsinin içərisində ayələr var, axirətlə bağlı, insanın xilqəti ilə bağlı, yaranışı ilə bağlı. Düşünün, təfəkkür ilə, özünüz də dirilin və əldə etdiyiniz hasil olan savabı da atanızın, babanızın, dünyadan köçənlərin ruhlarına hədiyyə edin.